and gentlemen, вам представляю самый крутой ютубер Azerbaycan'a number one. Roş Life. Srokdan çıxdı, çaqqal yuvadan çıxdı. Salam aleykum. Necəsən? Nə yox? Salam, Nə salam belə. varsınız? Sağ ol, salamatçılıq. Sən necəsən? Sağ ol ay brat. Aşağıdakı kimi tanımıram. Tanış ol. Tanımıram, o kimdir aşağıda? Bizim gənc pəhlivanımızdır, 22 yaşı var. Yəni onda olan genetika Azərbaycanda heç bir pəhlivanda yoxdur o genetika. Yəni Neyini Suxoy bilir əzələdir ki? də, bildiyin Suxoy əzələ. Nə deyirsən? Dişi ilə dəvə darta bilər, dişi ilə dəvəni darta bilər. Hə, dişi ilə dəvə nədir, səni də darta bilər. Mən niyə anarla saldın, özünlə salmadın? Mən neyirəm bu Bir çetalı güclü, bir zəif olsun da qaqa. Anarla mən düşsəm elə olmur axı qaqa. Sən güclü adamsan, sən illərin Azərbaycan bir nömrəlisən, YouTubersən, Həyatımda Özün də- birinci dəfə canlı açıram. Mən nə qədər güclü ola Aynen bilərəm. birinci səfərdə sən həmişə canlı açırdın, canlında 1000-1200 nəfər adam olur. İndi axışıb gələcəklər roşçular. Yo, həqiqətən bu səhifəmdə birinci dəfə də açdım. Deməli roş, qulaq az. Yarış keçirdirsənsə, gəl eləyək. Amma qardaş, yəni istəyirsən səs verməklə elə. Mənə elə gəlir onu səs vermə, studiya kimi eləyə bilərsən. Məsəl üçün pəhlivan gəldi, güc göstərdi, nömrələri göstərdi. Çünki mən məsələn özümü tərifləmirəm, məsələn açıq deyirəm. Mən desəm ki, yarışıram, svobodna hərəkətlərlə kimin nə qədər hərəkəti var gəlsin göstərsin. Məsəl üçün belə deyək, Ülvi gəldi 5 dənə hərəkətdən əlbəttə mən Ülvini udacam. Aha. Baza var da ən çox hərəkət bazasından söhbət gedir. Başa düşdün? Elə olsa mən udacam, ona görə razı olmayacaq. Amma mən deyən kimi eləsən, razı olacaqlar. Məsəl üçün pəhlivanları yığ, məsələn ideyam verim də necə. Əvvəl pəhlivan yarışı olur deyə yadında Seymur çox sağ ol qardaşım, var ol ürəyim. Mənə hədiyyə açmırlar, mənə hədiyyə açmırlar. Ay Rövşən, qulaq az. Əvvəl yadındadır pəhlivan yarışı olur. Bu 5 qafayında deyə, 5 qafayında durub Umadan Məmməd pəhlivan gəldi, o hərəkətin göstərdi və ona səs verəcəklər. Canlı yayımda. Canlı yayımda oturacağıq biz. Pəhlivanlar həftədə bir dəfə səs vermə olacaq. Elə bir veriş eləsən, bax o maşın şou kimi verişlər, bax elə bir şey yaratsan, qaqaş Qurana onda bomba olar. Görək hansı pəhlivan, cəmaat hamısı baxsın, dəyər versin. Hə də düz deyil. Uşaqlar da yazsın. Uşaqlar deməli belə canlı. Məsələn, Ülvi Beyləqandan gələcəksə, Beyləqan əhli Ülviyə dəstək olacaq. Palibomu gəlib mənə dəstək olmayacaqlar ki, Ülvi Beyləqanın adına. Onlar Göyçaydan gələr, mən nə bilim, Marsdan gələrəm, hərə bir yerdən gələcək də, başa düşdün? Marslılar mənə dəstək olacaq. Deməli uşaqlar, söhbət budur ki, istəyən pəhlivanlar arası ölkədə yarış keçirdim. Ölkədə nə qədər pəhləvan var, nə qədər qolu güclü var, çıxsın ortaya, mənə direktə yazsın, qardaşım. Sən orada özün yarışarsan, Çingiz, yoxsa münsifə 100%, ha, niyə yarışmıram, qaqaş, belə elə yarışacam, o yüzdə də keçəcəm. Mən yetdirim, məsələn, yolun yöntəm, beləsinə sən heç kim yazmayacaq. Mükafat nə qoyum, yaxşı? Mükafat qaqa, orada hədiyyələr atılacaq, hədiyyələr. Nəmin, sən nə şəkildə eləməlisən, sən bir ideyavı deyil, mən sənə deyim. Qanlı şəklində eləsən də Nömrəvi yaz. Elə pəhlivanlar var ki, deyəcəklər, mən 2000 manat, 3000 manatdan aşağı mən. Belə də ola bilər. Nə bilim? Yaz gələn birazdan siz tərəfə. Ay qaqa, sən yarışı keçir, bir dənə anonsun ver. Ay qaqaş, bu meydan, bu şeytan, gəlin gücümüzü meydanda göstərin. Aydın Hümbətov deyir, mən də gəlirəm. Gəl qardaş. Ay gəlsin, niyə gəlmir bura? Elə Aydın kimi oğlanların yeridir o. Gəlsinlər meydana qaqaş, çıxaq göstərək də kim nə bacarır. Oo, Çingiz Pəhlivan Aydın Hümbətova buradan meydan oxudu. Aydın, külü qoyum o Strongman, sənin Strongman çempionluğa, diplomva, medal var ki, Göyçayın Potu kəndindən olan pəhlivan, Azərbaycanın bir nömrəli Strongmanlər deyir ki, gəlsin mənlə yarışsın. Külü qoyum elə sənin o diplomvun da başına, medalvın da başına, o zalda gəzdirdiyin o neçə qaya var ha, yumru qaya, o sənin təpəvə düşsün. Qaqa, qulaq az, nöqtə kiçik olsa da cümləni bitirir. Çingizin ola bilər Göyçayın Potu kəndində qalır.
bu yer kürəsində nə qədər Azərbaycanlar var, qıraqda, bucaqda yaşayanlar da, yad ölkələrdə. Onların 95% kişiləri deyirəm, qadınları deyəmərəm, kişiləri Çingizi yaxşı tanıyırlar. Sən Çingizin elə belə bala deyiləm, sən oradan mən elə belə bala bilməkilən. Sən o Tırkanı Aydına demə, Aydınla mən qardaş kimi, sən onu getginən, o Çingizin dalıncan danışan pəhlivanlara de. Çingizi blok eləyib gizləniblər, onları çağır meydana. Çingiz meydandadır. Çıxın da meydana. Baxmır meydandadır, 7-24-365 gün nə qədər Azərbaycandayam. Elmir kimdir? Elmir güclüdür. Kimdir Elmir? Mənə fərqi yoxdur, Elmir yox, istəyirsən Xristusu gətircinə, mənə fərq eləmir. Gəlsin Kim da gəlir, gəlsin. Qaqaş. O da gəlsin da bura. Niyə gəlmir, qaqaş, gəlsin yarışaq da. Elmir. Amma Elmir deyir, mən pəhlivan deyiləm. Elmir kimdir ki? Hansıdır Elmir? Kimdir Elmir? Elmir Allah yox, tanrım. Elmin. O Elmin. demir ki, Elmin mənim abimə, Elminin ağzından eşitməmişəm, kötüsün mən pəhlivanam. Demir, O hədiyyatında şu an. Pəhlivan adını daşıyanları daş gətir Üç ona. qat. Elmin belə də gəlir, mən Elmin yox, kim gəlir gəlsin, mən meydandayam. Elmin kimdir? Mənə bir deyin də. Elmin kimdir? Elmin Mehdiyevdir, familiyası Mehdiyevdir. Mehdi. Nə işə baxır? Kimdir, nəçidir? Bir tanışlıq ver də. Sən görə tanımırsan da onu. Allah haqqı tanımıram. Bəs bu gündəmiz armatur əydi, axırıncı dəfə verilişdə. Hə, həmin qardaş. Onun adı Elmindir. Hə. Qarpızı şillərlə, şapalaqla qarpız vuran. Sağ ol Teymur. Hə, qaqaşı mən adını bilmirdim, Allah haqqı. Gəlsin oydu bombaları. Elmin kimsə bu videonu görürsə, canlını görürsə, qayd eləsin, göndərsin. Elə mənim canlımda 353 nəfər adam var, onun 50'si Elminin adamıdır. Sən narahat olma, ona çatdıracaqlar. Çatdırsınlar da. Kim gəlir gəlsin də bəli, biz razıyıq. Mən razıyam, vallahi Allah Mən də razıyam. kim istəyir, Hər öz gücünü gör. Aydın yazıb ki, o mənim çəkimdədir, mən onunla yarışdırmaq lazımdır. Ay Aydın Hümbətov, səni kimlə yarışdırım? Ad diləndi. O kimdir? Ad dilən. Ay qardaş, Elmini deyir də, Aydın Hümbətov deyir ki, Emin pəhlivan, Emin gəlsin, pəhlivan. Elmin mənim qaldırdığımı qaldırsın, deyim halaldır. Kimdən istəyir gəlsin, bu meydan bu gəlin də. Hiss eləmirəm. Qırğın düşəcək. Kim deyir Çingizi hiss eləmirəm? Pəhlivan. Kim pəhlivan? Emin. Emin mən nətər hiss eləməyə bilmə. Emin özün yandırır, mən belə pis, mən oğlanlarla münasibətim yoxdur, ona nəsə hissiyat verir. Aleyküm salam, ay Emin. Şimdi ay dostlar, Nə vallahi deyirdi? mən heç bir oğlanla hissiyat qurmamışam ki, Emin mənə hiss eləməsin. Nə Ay, deyir? bilirsən nə Emin var? mən örgəncəlidir onda, vərdişlidir. Biz Yəni, hazırıq. yoxsa kim gəlir gəlsin mənə fərq eləmir, meydana. Məndir, bəli, meydan. Emin bir sən nə yazıb, qaqa? Emin yazıb ki, onlar üçü bir məntək. Heç birini deyir mən saymıram, prizavat eləmirəm. Ay qaqa, lab yaxşı da meydanda. Meydandır, bəli. Emin Mən gəl elə. heç də demirəm, bax o 65 kiloluq anarı görsən, 65 kilo. Anar biləyimdən göstər. Baba baxın. Bax o balaca bilək var, sənin adın anar deyil, anarı deyirəm, Roş. Baba balaca bilək anar var. O anar o Emini hiss eləməz. Mən də kitab sıxmaq istəmirəm, indi özün bilirsən. Sən elə belə bir dənə tricepsimi göstər Roşa. Roş xoşlayır oğlanların tricepsini. Yo tricepsi göstər, triceps. Triceps. Bicepsi Roş nə bax çək? tricepsə. Ancaq Qoy mən də biceps. göstərim də tricepsimi deyən cümlə göstərirlər ha onu. Mən Qolu dibosuyla belələ göstər, çıxıram hə yarışa. qardaş. Hə, Diyan. O Ruki Bazuki var, o sintol vuranların biceps şeyini. Ondan da. Bax, triceps belə olar. Triceps belə olan, roş. Bax, yazın Bax, yoruma yazın, hansımızın tricepsi böyüdür? Allah haqqı ülvünü. Belə olur, roş. Allah haqqı ülvünü. Roş, sən tricepsi göstərməsən, bu oyunu təşkil O elə. eybəcər muskulu camata göstərməkdə. Roş, sən yarışı da təşkil elə. Bizə triceps, biceps hamısı orada bilinəcək. Roş girib üçlüyü atmırsan, yəni ciddidən danış, yəni Yəni, mən zarfasız fərqli deyil. deyirəm, qardaş. Sən hansı, gəl onu o axırıncə Emin. Bir dəqiqə sakinə qədər alan o şivən arvadlar kimi nə qədər danışsan, alasan. Diyan da ala nə olur? Hə. O arvadlar olar, bir cəmaatı tutub saçın başını. Hədə yaxşı da danış görək, danış. Danış. 140 nəfər adam var uşaqlar. Canlıma birinci hədiyyə atın, xahiş edirəm.
5 qat atın dostlar. 5 qat atın vurun içinə. Roş cəzadan oynayırsan, gəl cəzadan oynayaq. Anlarla sən bir, Ülvi ilə mən bir. Allah ki mənə hədiyyə atan yoxdur. Oy bro atdılar. Oynasın atacaqlar. Ay niyə atmırlar ya? Cavid, sağ ol Cavid. Cavid. Sən atacaqlar, gəl oynayaq Roş ürəkli ol. Cavid. Hardasan Cavid? Hardasan Cavid? Cavid qoyur 3 dənə pəhlivana. Cavid tovuzlu 3 3 dənə dəqiqə qoymur, ikisini də qoyur. Mən sənə verirəm. Anlar da Yadımdan qalır deyirsən. bizə. Anlar səninlə birdir, anlarla ikimiz birsiz. Hə? 2 dənə pəhlivana qoyur hədiyyələrdən. Abi bilmək olmazdı da Oynayaq cəzadan. Zabit. Cəzadan oynayaq. Cavid oynayaq Cavid. Bir dənə yaz brat. Cəzadan oynayaq. Öpür səni qardaşın. Cavid bir dənə yaz bura oynayaq şeydən. Cəzadan. Allah qümüşü, mən 5 parmağımla hazıram. Quran İngilis haqqı pəhlivanı. bir dənə təşkilatçı olsun, çıxsın mən deyən qaydada təşkil eləsin, mən hazıram. Amma mənə deməsinlər ki, filan pəhlivan 3 dənə hərəkət verəcəksən də Cavid usta, nər usta, tıklayın. Dostlar, getdin qızğın oynayacaq. Ne oyunundudur? O var ya biri. Nə var ha? Oynayır. Labon Tamam, kimi tamam, elədi. tamam, Neyniyək? tamam. Cəzadan oynayaq Roş. Nə cəza? Gecə vaxtı lüt yəni ki, yəni şeylə də. Ay yox, qulaq as, uduzan. 40 dəfə oturub duracaq. Nə harda oturur? Düsüdaniyada evdə telefon qoysa 40 dəfə oturub qalxasın. Elə bildim deyirsən ləyənin içində oturur. Ama Minxala'dan Minxala. Minxal gelse. Ama nə o kimdir? Yala bu altdakı kimdir? Mən bunu tanımıram. Bu kim qoşur? Oynayırsan hə Roş, Qaloç. O kim qoşub xəttə? Bu çıxardım. Nə bu qaqaş? Ya da gəl bir sən nədən oynayaq? 4 dəqiqədən sonra kimin xala az olsa sakit olacaq. Ala yox, nə sakin. Onda cəzadan oynayırıq. Jim Cəza nə vuracaq. olsun? Jim Ay cəza nə vuracaq. olsun? 1.50 jim vuracaq. 1.50 jim vuracaq. 1.50. 20 dənə, 20 dənə. 1.50, 1.50. Uduzan 1.50, 20 dənə jim vuracaq. Okey. Ah, xəstə mən 2 əllə 20 dərəcəmi gücdən vururam. Dəlisən sən. Neçə dənə vurarsan? Nə bilim nə qədər getsə. Allah. Ay yox, elə şey yoxdur. Konkret ver rəqəm 10 dənə. Şu 10 dənədən aşağı yoxdur. Eləyənməsəm 2 əllə vuracam. Yo 2 əllə oynayırsan 2 əlli 40 dənə. Şimdi istirahat eləyib vurar da 5 saniye dincələr təzədən vurar. Oynayaq 1.50 10 dənədən. Allah ki 140 nəfər adam var. Mən bilmirəm, mən hədiyyə atacaqlar, atmayacaqlar. Elə məndə də 170 diyor. Dava gəl belə oynayaq. Uduzan 2.50 jim vurur. Mən kim utdursa həmin dəstəkçinin adını deyir. Məsəl üçün mənə utduran Məmməd olsa deyirsən ki, jim vursan 5 dənə qaçsan Məmməd yekdir. Məmməd yekdir. Yox, bir sən nə deyəsən? Cavid, belə eləyəcəksən, razısan? Hə, eləyirəm. Sən öyle eləyəcəm. Sən Cavid tuttursun deyəcəm. Cavid 1, 10 dənə elə jim vuracaq. Getdi. Sən də udursan mənim dəstəkçimin adını çəkəsən. Mən nə də desəm. Getdi. Çalar, getdi, mənə getdi, kim getdi. uduzdursa Fəriddir. Bax, bunun o tərəfə təhqir ola 100 bilməzlər. nəfər var Kim canlı. Dostlar, hamı udursa canlı Fərid. verəcək, xahiş edirəm. 100 nəfər var. Hamı like eləsin bir dənə bunların payını verək. Getdik dostlar. Dostlar dəstək olun. Mən bir dənə dəstəkçim çıxsın. Bir dənə mənim Cavid usta mənim yerim axırda yerim. Özün bilirsən də niyə deyəsən. Buna payın verirsən sənin adını didizdirəcəksən. Allah. İkisinə də didizdirəcəm. Amma ola bilər məsələn Ülvidən də dəstəkçi olsa, birinci, ikinci yer kim olsa Ülvi onların adını çəkdirərik. Birinə sən Anara, birinə də mən Qaloşa. Ha brat, ha. Qaloşayı. Veteran 11. Getdi mən nər qaqalarım. Nərlər burada deyir o. Veteranlar burada da ağıllı olun. Qaqalar qoyun bunlara. Hətta yaxşı daxırlar. Laçın pəhlivanı bunları hiss eləmək ki, çox Çağırsınlar gəlsin də Laçın pəl. Ürəyin kim istəyir çağır mən yarışıram. Fərqi yoxdur. Çağırın gəlsin Laçın pəhlivanını. Vallahi Bakalım bu Allah canlı olsun. beğensin, aynı Azərbaycan cəzadır. Respublikasında istənilən pəhlivandan meydana çıxıram. İnşallah bir Amma hədiyyə belə yolda küçədə yox. Amma belə roş kimi. O tüş maraqlı xalqosa bir çox yarış azdır, dayanmır, keçirdir. xahiş edirəm. Bütün 45 nəfər Azərbaycan üçdə xalqı da ekran onu tutmasın. görmək şərti ilə. Liboşi ilə çıxıram yarışa. Xahiş edirəm 3 dəfə ekran Bizi tutsun. çağır, Xahiş Elmiri edirəm birisi dostlar. Elmirlə də Uduzmayayım. Mənə Allah fərqi canlı yox. beğensin. Elmir yazdı. Qaqa bu Elmiri göndər. Elmiri isə tapa bilərik. Qaba nə bilim Sivyaza çıxdı oyna. Qol güləşçisi şey var ya, babanı tanırsan qol güləşçisi.
Mənim babam. Bir dənə ondan. Yo, mənim babam. olmaz. Baba yoxdur, qol güləçisi, baba deyirlər. O ilə dostdur, Çerez baba tartıyor. Kamil gedərsən oradan vurarsan. Baba mənim videoya Bir çəkdiyim dənə onluq baba. dostlar. Veteran burada da. Hazır olun. Ala bunlar da veteran. Nə bilim o sonra bir dənə qaqaş. Bu nə hoqqa? Bizdə heç kim yoxdur. Biz hamısı 10 dəfə hədiyyə atırıq. Yeni qaldı. 10 dəfə hədiyyə atın da uşaqlar. 10 Dostlar dənə onluq hədiyyə. lazımdır bir dənə. Ya da bir dənə onluq olsa bəs eləyir. Tamam uşaqlar bir dənə onluq. Aha, qəşəng. 4 3 dənə. 3 3 dənə. dənə, 3 dənə dostlar, 3 dənə. Gəl. Bir dəfə nə qoyduq ona? Ay dəcəl, get. Ala 9 saniyə 3 dənə hədiyyə tamamlayacaq ala bizə. 3 dənə dostlar. Bir dənə Elvan sağ ol. Ala bir dənə tez. Azərbaycanın bir Bu nömrəli vaxtında strongman, apardı, ən güclü adamı. Dəcələ. 2x dostlar, vurun hədiyyən indi. İğnəni qoyduq. Dəcələ. Dedim mən yetimi Rəşad 07. Aydın Ümbəto. Aga böyük qoy, böyük. Nər, Cavid usta. Sağ ol mənim yerim. Ülvi Göy böyü çayın arzulayır. balası. Ay Ülvi. Rəşad 07 görünür burada. Dostlar 43 nəfər dayanmayın, vurun gəlsin orada. Ekran tıklayın. Qaqa böyük, çox böyüyə girişməyin. Sonra Rəşad 07. Çox sağ ol. Dostlar canını ver. O şeye bak sən, ay Ülvi. Mən ölüm o Roşun dənliyinə bax. Roş, mən bax, Roşun burası liptik eləmsə, Kim yoxsa lazer. gəl çıxmaq bilmirlər. Roş, liptikadır, yoxsa lazerdir bura. Həm ekran tıklasın, xahiş edirəm. Ya o sapdır, sap qaqa. Liptika ilə almışsan. Bura get Ankara'ya da, burada nə işin var? Ankara'da nə var ki Ankara'da? Ha, bura sənin yerin Ankara deponlu. Get Ankara'ya. Sənin də yerin Tbilisidir. Mən Tbilisi. Tbilisdə nə var ki bura? Tbilisi bomba kimi yerdir. Tbilisdə evin kvadratı bilsən neçəyədir? 10.000-dən başlayır. Allah şəhər demirəm, prospektdən danışıram. Elə Tbiliski prospektindən mən də danışıram. Kvadratı 10.000-dən başlayır orada evləri. Nə cüzlərsə mən prospekt Tbilisdə qaldım. Orada 10.000 ev yoxdur. Sən prospekt Dayan, bir də Tbiliskidə dayan, harada bir qalırsan? Neftunun Bir də binasında. dayanmın ekran tıksın Sən qoyacağım. orada ömrü boyu qala bilmərsən. Sən qaldığın o Neptunun binası Tbiliskidə elə dünyanın o biri başıdır. Fızıllıq tərəfdə qalsan sən. Orada kvadratı 3000-4000-dən başlayır evlər. Amma mən dediyim o şeylə Tbiliski prospekt var. Sən mən bilirəm də nəyə görə deyirsən. Spartakın yanı deyirsən. Spartakın yanında 10.000-dən aşağı kvadrat ev yox. Ola gələ. Mən şeylə qonşuyam da, Kənan Ememlə qonşuyam. Halal olsun. Axırıncı saniyədə atarlar ha uşaqlar erkək. Hə yox, orada elə bir adam yoxdur. Həqiqət. Girib axırıncı saniyədə nəsə tullasın, nəsə Yox, atsın. mən getdi də mən başlayım jimmə eləməyə qaqa. Yo, gözlə də bir sən niyə jim Yox, edirsən? demə jimmə Axırıncı deyirəm. saniyədə atarlar. Deməli sən nə deyəsən? Qulaq as. Burada 2 dənə dəstəkçi var. Ən Aha. çox xal atıbdı. Bir Cavid ustadır, bir də Aydın Hümbətovdur. Deyəsən ki, jim eləyirsən. 10 dənə jim eləyəsən, 5 dənə jim eləyəsən, deyəsən ki, yaşasın Aydın Hümbətov. Aydın sən hədiyyə at da, o Aydın. Həri. Deyəsən yaşasın Aydın Hümbətov 5 dəfə. 5 dəfə də deyəsən yaşasın Cavid usta, Göyçaylı Cavid usta. Sonra anarsan təkrar eləyəsən onu. Getdi. Maçı ver, Davay. maçı ver. Didə. 5-ini eləyim də. Ay deyən yaşasın Aydın Hümbətov. Yaşasın Eləyə. Hə, eləyəcəyik. Hə, dava işimi gör, cığalçılıq eləmə. Sayıram Roş, sayıram. Dava getdik Getdi. dostlar. Saydım. Yaşasın Aydın Hümbətov. Yaşasın. Aydın Hümbətov yaşasın. Aydın Hümbətov yaşasın. Yaşasın Aydın Hümbətov. İndi Cavid ustanı dikinən. Abini də o birisi desin, da var. Yox, Allah onda 10 dənə elə jimi, 10 dənə jimi elə. Onlar da desin də. Mən Cavid. İndi mən yarıya eləyəcəm. bölmüşdüm, onda sən elə ginən Aydın Hümbətovu de 10 dəfə. Gələ 7-si qalıb, de. Səndən sonra mən edim. Dostlar 35 nəfər, 37 dayanmayın. Ekran Diyan anar, diyan. Onlar deyən yeşidək də. Hə. Yaşasın. Vurun gəlsin bir dənə, nə olar hə. Yaşasın. Ay, 3'ü qaldı, 3'ün də elə. Axıra kim elə 3'ün də elə. Anar dır, anar danışır. Aydın Hümbətov yaşasın. Yaşasın Aydın Hümbətov. Bir də başından böyük qələt eləyib Aydın Hümbətova ilişməginən. Cəmaatın diplomu ilə işin yoxdur. Dili qoy dinməz yer və sakit otur. İndi anar dava dur ayağa. Hə, dururam, hə, de. Jim eləyirsən 10 dəfə, deyirsən ki, yaşasın Cavid usta Göyçaylı.
Hətta mən də Göyçaylıyam da gərək Göyçaylı Ha, deyək. olsun da qaqa Göyçay bəli deməlisən. Davay. Hə. Deyirsən yaşasın Göyçaylı usta Aydın usta. Cavid usta. Yaşasın Göyçaylı Cavid usta. Beləmi? Bu ne şimdi ha? Yaşasın Ha. Göyçaylı Cavid Ha. usta. 2. Yaşasın Ha, bu- Göyçaylı Cavid usta. Yaşasın Göyçaylı Cavid usta. Başında elə bir fen Yaşasın Göyçaylı Cavid usta. Yaşasın Göyçaylı Cavid usta. Yaşasın Göyçaylı Cavid usta. Neçədir? Yaşasın Göyçaylı Cavid usta. Yaşasın Göyçaylı Cavid usta. Roş neçədir sayda? Yaşasın Göyçaylı Cavid usta. Əhvət masallı sağ ol. 7, ikisi qaldı, 3'ü qaldı. Yaşasın Göyçaylı Cavid usta. Yaşasın Göyçaylı Cavid usta. Yaşasın Göyçaylı Cavid usta. Ya. 20'lik bir nəfər dostlar. Bir də basuzdan böyük hərəkət Bir dənə edən 20 lazım aiddir. dostlar, xahiş edirəm. Dostlar, 20'li hediye almışlar var bize. dəstəkçimizin adını çəkdirəcəyik. Dostlar Bir də- 20 dənə gül atın. Bir Ben dənə buradan- 20 lazım dostlar, bir dənə 20'lik. Cengiz, Hə. ben buradan səslənirəm Elmirə. Elmir Ha, qardaşımız. Elmir yox, Elmin. Elmin'in də adı. Elmir başqadır. Elmin istəyirəm çıxsın meydana. Hə. Sübut eləsin. Çünki o şübhə yoxdur da ona. Aleyküm salam. Elə İbrahim. sübut eləsin ki, Çingiz pəhlivanda, Ülvi pəhlivanda, Anar pəhlivanda Elmin pəhlivanın zəifidir. Elmin pəhlivan, bu üç pəhlivan üçündən də üçü bir şəkildə cəmlənsə belə Elminə çata bilməz. Çıxsın. Sən eşidirsən məni? Sən eşidirsən məni? Sən nə qədər pəhlivan adında adamlar var, hamısına təklif elə. Sonra yarış başlayanda xahiş edirəm. Adların bir-bir say. Deyən ki, bax mən Məmməd Pəhlivana dedim, Məmməd Pəhlivan meydana gəlməkdən atqaz elədi. Aha. Yəni bunları ora diginən. Sabahlarım deməsinlər ki, yarışın ortasında Məmməd gəlsəydi sizi udardı. Atmırsan ax qardaşım, atmırsan. Mən fərq yoxdur. Mən yarışmaya hazıram. Şo. Söz deyil. Taca at. Elə şey olar, hə, mən burada ayıb heç bir şey yoxdur. Pəhlivan yarışı, qardaş, mən pəhlivanam. Sırf pəhlivan yarışı çıxıram meydana. Aydınım Bətov! Nömrəli Aydın- Strogman! Aydın, o daş var ha, sənin o yekə çay daşın var ha, qala daşın. O səni təpəyə vurmaq mənə Bax, borcdur. heç nə demirəm, eşidirsən məni? Roşlav, diqqətlə qulaq as. Elmin, Aydın Hümbətovun o yumru daşı var ha. O daşı bizə dəfə qaldırsın çiyninə, qaldıra bilsə, mən video çəkəcəm və videoda qayıdıb deyəcəm ki, Elmin məndən güclü pəhlivandır. Həqiqətən də bu insanda Allahdan gələn gücü var. Heç də istəmirəm. Bircə dənə Aydının o atlas daşı var, yumru daşı. Qardaş, maşını qaldırır Elmin. 07'ni qaldırmır, 07'nin qabağından tutur qaldırır. Sonra 350 kiloluq motosikleti başına qaldırır. Hər şey eləyir də, mən heç nə demirəm. Bax, bax, bərəkət çəkəcəm Ali. bizi yaradan Allaha and olsun deyirəm ki, Aydın Hümbətovun o bir dənə yumru daşı var. Atlas daşı deyilir. Onu qaldırsın. Mən video çəkirəm, bax TikTokda, YouTube'da, Instagramda, 3 dənə platformada. Video çəkirəm, üzr də istəyirəm. Deyirəm, ay millət, mən Elmin pəhlivandan üzr istəyirəm, Elmin Mehdiyevdən. Həqiqətən də Allah Taala'dan gələn güc bunda var. Çünki o Strogmanların qaldırdığı daşı dünyada hələm oğlan qaldıra bilmir. Məsələn, əminliklə deyirəm ki, heç onun Azərbaycanda heç bir pəhlivan qaldıra bilməz o daşı. Pavel Qaqa ikinci 12 Bax, qatlar. buna da razıyam. Bax, buna da razıyam. Tək o gəlsin, meydana çıxsın, o hərəkəti eləsin. Ayda min xal eləyənmədi ya. Sən niyə söhbəti Aydına fırladırsan? Qaqa, Özünə cavab mən özümdən deyirəm, məsəl üçün qayıdıb desə ki, mən pəhlivan deyiləm. O deməyib, bax, o deməyib mən pəhlivanam. Elmin ağzından elə bir söz çıxmayıb ki, mən pəhlivanam. O deyib ki, mən güclü adamam. Aydın da nədir? Strongman. Tərcüməsi nədir? Güclü adam. Güclü adamdır bu gücdən. Mən yəni buna da razıyam. Mən pis söz demirəm, qaqa, mən belə də yarışa hazıram, belə də hazıram. Yəni mənə görə deyirsiniz ki, mən xayf verirəm, ona böyük bir xayf verirəm. Elmin nədə? Elmin heç vaxt demir mən pəhlivan. Deyir mən dəmir yumruq deyir özünə. Dəmir adam deyir, güclü adamdır. Əfso da, buradan Elmin qardaşımıza səslənirəm ki, vəbşi Azərbaycanda nə qədər pəhlivan var, mənə direktə yazsın. Normani mükafat, mənim baş sponsorum biz ona deyəcəm, biz ona. Normani mükafat qoysun ortaya. Bəli. Biz hər zaman hazırıq. Allah and olsun. Bax, onlar 65 kilo çəkisi var, Ay onlar Allah. razıdır gəlməyə. Sənə bir də bir kaset bizon da versəm, sən gələrsən, sənə problem yox.
Mən sənə kaset bizon da lazım deyir. Mən gəlirəm ora sırf güc göstərməyə, yarışa. Sən mən bizonlu ilə mən sən 50 qəpikli bizon ol mən. 50 qəpiyə bizon var ha. Bir Ay isir 1 manat olsun, saxla onu özün içərsən susuz yanda. Yox, bizona bax sən. Ramo, sağ ol ürəyim. Ay Çingiz. Hə, o Gedək- sana Roşun bir şey deyim, sən dostlar, bu Roş 5 qaz balonu da. Ha. Bunun yalandan belə guruldamanına baxmayın. Sabahların bu Çingiz. bizdən bu belə Johnny, Çinay, bəli Johnny eşidirəm qardaş, buyur. Sən hamı canlını bəyənin. Yo, mən həqiqətən deyirəm dostlar, bir şey deyim. Bu Roş 5 qaz baba. Roş bizdən baba cəmaatın içində belə danışır. Sabah bu Zəmbraca məsəl üçün deyirəm bir Həsən Pəhlivan'a. Həsən Pəhlivan deyəcək, mən gəlirəm bu şərtdən ki, mən 3 dənə hərəkət verəcəm. O 3 dənə hərəkəti eləyəcəklərsə mən gecə razıyam, gəl. Hamını yığacaq, dolduracaq ora, axırda aləm qarışacaq bir-birinə. Axırda cıracaq. Quran haqqı mən sizə deyirəm, onun axırı orada dava düşəcək orada. Onun axırı həlli fırlayıb davaya gətirəcək. Ona da Roş deyərlər. Ona da Roş deyərlər. Salacam sizi ringə qırdıracam bir-birimizi. Verəndi. Ay yox, bundan pul verəndi bu. Aleyküm salam. Ülvi. Pəhlivanların dən setka döyüşü eləyək. Vallahi Pəhlivanların MMA döyüşünü eləyək. Aydın, vallahi qardaş, mən pula görə gəlmirəm ora. Mən sırf öz sözümü demək üçün mən bu deyir mənə, mən deyirəm razıyam. Bir dənə onluq lazım dostlar, 9 dənə qalıb. Mənə bax, Ülvi, 2 9 dənə kaset olsa bizon verirəm, gəl. Yo, mənə bizon zat lazım deyil. Mən də istəmirəm bizon. Elə Liboyunu çağır, qaydasında girirəm ora. Liboyunu deyirəm ha, yəni fərqi yox mənim üçün. Bəli, biz hazırıq. Sən deyən dala görürsən sağda aşağıda tanımadığım oğlan danışır. Qaqa neçə kilo olsan? Mən 80 kilo. Hə. Hə, niyə olur ki, 80 kiloyam da? 80 kilo olmarsan, az olarsan qaqa səni. Qaqa 80 kiloyam, sağ kamerada belə gəlirəm mən. 1.85. Sən çəkin aşağı yuxarı Tofiq Musayevin çəkisindədir qaqa. Ay Elə məzələn. bil, bir dəqiqə gözlə Ülvi. Davay durun cəzavüz eləyin, hə. Minxalı keçməyib axı. Kim Necə Minxalı? də? Bayaq uduzdunuz, hə? Minxalı keçdi uduzdunuz. Abi, Çəkmədi. nə istəyirsən? 800 idi. 800-dür, keçməmişdi. Hə? Bəsətən hə. Minxalı keçsə cəza edirsiniz, ha, bayaqki cəzadan. 100%. Abi nə cəza, nə məzə. Uşaqlar mənə hədiyyə atın da, xahiş Hə, edirəm. onda cəzasız oynayırıq. Cəmaata kurs elə ki, bilsinlər ki, cəzasız oynayırıq. Yalvarın burada və hədiyyə Qaqa, atın. sənə cəzasız oynamasan, sənə heç kim hədiyyə atmayacaq. Sənə atsalar, 2 sallanan, bir dənə də tullanan atacaqlar, yapışdırarsan alnının ortasına. Atın uşaqlar, atın, mənə hədiyyə atın. Mənə hədiyyə atın. Siz inanırsınız, bax bu bizə deyir, gedəcək bu yüzdən də MMA döyüşçülərini yığıb götürəcək. Bütün milləti yığıb tökəcək ora. Orada bir bardaq düşəcək. Özdə deyir atın, hem deyirəm 8 sallanan bir tullanan deyir atın. Ona Hədiyyə çatmaz. olsun. Elə bildi o elə bildi ki, TikTokda təzə hədiyyə var. Onun adı 2 sallanan bir tullanan deyir atsınlar, evi yoxdur. Qaqa, mənim canlı yayımımda kimsə başqa blogerin adını çəkirsə, elə bilsin ki, öz papasının adını çəkir. Mən beynimi xarab eləməyin, nasıramı da körramayın. Öz işinizlə məşğul olun, öz məsələvizlə danışın. Görürsən burada biz pəhlivanların yarışını hazırlayırıq. Yarışdan sual verin, idmandan sual verin, normal bir şeylərdən sual verin. Gic zərkətlər eləməyin, özünüzə hörmət edin. Ailəvizə hörmət edin. Ha, o ləskər atası öpürəm. Burada yazırlar ki, burada yazırlar ki, Roş Srok'ta değildi. Qaqa, başqa söhbət edin də, Allah Buna bir dənə qısqacam iynə qoy da, qaqa ləskər atası. Bunun bir dənə dopingini vur. Device is ready to tell. Emin Pəhlivan deyir ki, mən güləşməyə hazıram. Choose device. Deyən dur sürüşə buradan güləşməyə, güləşçi o. Quran haqqı onun boynunu soxaram bura. Bizə təbə belə sıxaram, böyrə qalır. Yeminə denə ki, Güləş salıblar. Bunlar elə bilirlər ki, bu güləşəndə çingi duracaq, baxacaq. Mən fransuzku güləşəcəm. Heç ona deyən heç yox. Ona sual verdilər ki, ay Emin, sən ümumiyyətlə pəhlivan güləşi bilirsən nətər olur?
Əsl pəhlivan güləşi bilsən necədir? Bu nə emindir, hansı emindir bu? Ha o bizim Emində sirkdə işləyən. Deyən ay Emin, sən ümumiyyətlə pəhlivan güləşiri, pəhlivan Yunan Roma güləşmir, pəhlivan sərbəst güləşmir. Əsl pəhlivan güləşi, sırf pəhlivan güləşi. Fransuzku güləş gedir, orada əlbəyaxat, orada o adam lobundan da qoyurlar. 200 nəfər Fransızlar lobundan qoyurlar. Bu elə bilir, yox. Mən buna şey eləyəcəm. Mən Yunan sərbəst zat bilmirəm, mən. Cengiz bir dəqiqə qulaq as. Emin Pəhlivana mən bu dəqiqə takip atmışam. Emin Pəhlivan desə ki, mən Çingizlə çıxıb güləşməyə hazıram. Kişi kimi dastı oyunlu. Hə, çıxıram. Yaxşı, xeyrim nə olacaq? Bax, Eminə mən boş-boşuna xaib verə bilmərəm. Mənim xeyrim nə olacaq orada? Abim, Xeyrimi deyim, mən xeyrimi deyəcəm. Mən yerindən bir dəqiqə Azərbaycanda mənlə güləşmək istəyən çox oğlan var. nə edirsən qaqa? Mən elə güləşsə onun xaib tutacaq. Yox, burada havayı xaib verəcəm. 1000 manatı qoy, gələm güləşirəm. Ürəyin nə, Emin nə deyə, ürəyin kimlə istəyir? Cengiz Pəhlivanla canında yenə çıxıb səni yığıram 5 dəqiqədən. Yumruq Burana Kimdənsən? ciddi deyirəm, mənə fərq eləmir. Pəhlivan yarışı heç, amma bax Emin TikTokda əmirəm. karatedir, tekvandodur. Kimdənsən Güləşdə sən? fərq eləmir. Qaqa eləyirəm, Bu 1000 yazılar manat niyə qoysunlar, etdir gələm girəm. yumruqdan güləş. Mənə çıxıram yarışa. Yox, Mənim üçün oturacam fərq havaya xaib verəcəm Tamam. burada. Yox, ay Xəlil Emil, mən narkotiklə mübarizə aparam qardaşım. Belə güləşməksə mən də güləşə bilərəm. Heç şeyə qatmayaq ortaya. Boksu qatmayaq. Olsa boks qatsaq ora boksda heç duramayacaqlar. Yəni Bu da ki Amerika bayrağıdır. Gah güləşir, gah setkada vuruşur. Qaqa bir dənə Ay, konkret Quran haqqı, o setkada vuruşur deyir, bərəkət haqqı. Mən onun tərəfini deyirəm də. O heç birini seçmir, axı onun dediyini mən də seçirəm. Mənim üçün problem deyirəm, qaydasız da gələ bilər. Boksda da o da pəhlivanlar sferasına gedir. Söhbət demirəm ki, Azərbaycan gəlsin Tofiq Musayev də zaten çıxım rəqibə ringə. Sağlar bir dənə hədiyyə atım da. Ülvi onu öldürər, Ülvi onu. 3 dənə gül lazım 4 dostum. nəfər mənə hədiyyə atmayacaq. Özlər Roş, qulaq as, bax mən sənin bax ən xoşum gəlməyən şey nədir? Bax, pəhlivanlıqdan başlayırsan, gəlirsən döyüşə. Nətər o elədi, mən yorumları bağladım. Gəlsin məndən pəhlivan yarışı Vallahi mən elə. eləməmişəm. Gəlsinlər nə bilim, istəyirsən studiya kimi elə, istəyirsən belə elə, mənə fərq eləmir. Nətər Yazdım açın ki, mən bilmirəm. boksçuların işinə qarışmasın. Getsin öz işinə məşğul olsun. Kim yazıb ki? Külliyə yazıblar, boksyordur. Deyir qoyaram çənəsi dağılar, getsin öz idmanına. Mən hələ qoyan oğlan anasının qarnından çıxmayıb. Kimsə də gələn var yumruq qoya. Yazıb da bura. O mesajda qoya bilər ancaq realda qoyanmaz. İkincisi də ki biz boksun içinə qarışmırıq. Deyirəm məndən boksçunu ringə gətirmə. Mən dedi pəhlivan sferasında Liboy oğlan gəlsin. Qaydasız da çıxırıq. Hə, sən pəhlivanlardan danışırsan da, ürəyim. Astım. Hə. Yo, Michael Jordan'dan çıxacaq. Yo, mən deyirəm bizi mənim qabağıma gətirib Ay astara, kimi deyirsən qardaşım? Bir dənə sözbə bir dənə aydınlıq gətir, söyüş söymədən. Çünki tutaram qulağımı dartaram da, normal bir dənə apravdaniya verir. Yazanda cümləni, onun aydınlığını da verir. Kimin sənin sözünə vid vermə, ha. Daskanalni mənim qabağıma şeylə gəl, materialla gəl. Gələ bilməyəcəksənsə, get burnuvu ye. Yəni uşaq da nə girib gəldi. Hayır Allah'a olmuş. olsun. Bax, bütün günü çöldəyəm, bayırdayam, şəhərdəyəm, nə bilim, vilayət içindəyəm, Azərbaycan Respublikasındayam. Bir dənə bax, burada gic-gic danışanların birini görmədim ki, gəlsin realda, desin ki, qaqaş, sən bax, budur, bax, mən sən kiməm, filan vaxtda sənə mən bu sözü yazmışdım, mən həmin oğlana. Onu mənə də yazırlar da, güya mənə yazmırlar, ayrı. Olun, kişi olun. Kişi qeybət eləməz, kişi. O nə bilmir, ala, brat. Deməyə sözləşmə. Qulaq as, mövzun gəl dəyişməyək də, sənin başıva dönərəm. Konkret, bax, mən nə qədər Azərbaycandayam, yenə də deyirəm, hələ ki vizam çıxmayıbdır. Mən o sənin o sırf pəhlivanlıqdan, mən ora güləş, nə bilim, böyrək, nə bilim, tenis oynayaq, mənə aid deyil. Sırf pəhlivan yarışı olacaqsa, istəyirsən yenə deyirəm, studiya şəklində olsun, bir gün gəlsin, mənim haqqımda video çək, mən bütün hərəkətlərimi göstərirəm, verirsən internetə, səs vermə keçirdirsən, TikTokda eləyirsən, həftədə bir dəfə hamı yığılır, səs vermə olur, hansı pəhlivan az səs toplayır, sürüşdü, çıxdı, getdi, şok. Belə istəyirəm, buna da razıyam. Təki, qardaş, pəhlivan yarışı elə, Çingiz hər zaman hazırdır.
Mənə fərqi yoxdur. İstəyirsən 100 kilo olsun, istəyirsən 500 kilo olsun, istəyirsən 1 ton olsun. Mən meydandayam. Qutardı, getdi. Mənə qayıdıb demək ki, filankəs bunu dedi, Bəhmənkəs onu. Mənə qayıdıb demək ki, bax, roş deyirəm cəmaatın içində. Filan pəhlivan dedi ki, mənim 3 dənə hərəkət mən verəcəm, 3 dənə olur. Getsinlər, sürüşsünlər mənə onu deyənlər. Qardaş, mən neçə ildə əziyyət çəkirəm, idman edirəm, hərəkət hazırlamışam. Mənim 20 dənə hərəkətim var. Bacarsın o da əziyyət çəksin, gecə-gündüz paxa deməsin. Abi adı nədir bu? Mən sözlü məhz deyirsənsə, mənə direktdə bir dənə normal yaz, görüm sənin qarnının ağrısı nədir? Şəlmə sənə söz boş salaram, ondan sonra danışaram. Takip atın, gözəl insanlar. Aha, şey başladı. Roşu Varaskoy damarı tutdu. Ala nə var Varaskoy, məzələnsən, ala mən qatıqsan ya Allah haqqı. Yox, mən nə dedim ki, ay Roş? Dedim sən ömrü boyu Varaskoy gedəməsən. Mənim heç bir damarım yoxdur. Mənim bir dənə damarım var, o da Azərbaycanlı damarıdır. Mən millətimi sevirəm. Elə sən elə o şeyvə yaraşır, elə o yaşıl koftuva yaraşır. Evdə nə ilə otururlar? Evdə şeylə otururlar. Başımı bağlayım otururam evdə. Amma kepka çox qəşəng yaraşır ha sənə Roş. Buradakı şey bilirsən də nədir? Mənim qızımın adı, bir də mənim adım. Suel Rövşən. O brenddir. Bunu özüm vurdurmuşam. Belə göndərdim. Roş, mən səni tanıyandan, sən subay olandan o kepkanı taxırsan. Subay olandan da mənim bu həyat yoldaşımın baş hərfidir. Yəni ürəyimdə və başımın üstündədir. Mənim ailəm mənim başımın üzərindədir. Səndə sən nə döndü? O Simpsonlara döndü. O Simpsonların multfilmi çəkilib neçə il bundan qabaq, indi bir uzə verir. Bunda ona döndü. Deməli, bu şeydən sonra çıxıram, bir dənə kinoya baxacam, dincəlmək istəyirəm. Mənim takip atanlar var. Mənim sözüm nədədir, qardaş? Mən çox tez-tez canlı açmıram, ayda bir dəfə. Ona görə də buradan demək istəyirəm ki, hər kiminsə nəsə bir sözü varsa, o sözü də üzə deməyə cəsarəti varsa, əgər onda o qabiliyyət varsa, o kişilik, o mərdlik, o tərbiyə, o qanacaq. Təbii ki, 18 yaşın üzərində də mənim söhbətim uşaqlarla deyil bu sözü. Özünü tanıyan insanlara deyirəm. Lazım olsa mənim direktim açıqdır. Burada, Instagramda yazın. Sizə mənim payıma cavab verməyənin də belə, yəni oğlanlıqdan çıxıb adıyız. Söhbət eləyə görək sizin dərdiniz nədir, nədir probleminiz. Siz əlbəttə məni sevməyəcəksiniz. Ona görə siz məni sevməyəcəksiniz ki, mən qanlı söyüşlər söymürəm. Mən ölkədə narkotiklə mübarizə aparıram, gənclərimizi idmana da artıram. Siz nə bilirsiniz mənə nə qədər idmançı uşaqları beynəlxalq yarışlara öz büdcəmlə, öz maliyyəmlə göndərmişəm yarışlara. Nə qədər zallar var ki, o zallarda bugünkü gündə mənim uşaqlarım tamamilə pulsuz məşq eləyir. Yəni kişi elədiyin deməzi, mən çox şey demək istəmirəm burada. Amma hansısa kimin sənin sözünə, kimin sənin sözü ilə, kəlməsi ilə hərəkət edən oğlan, ümumiyyətlə deməli bu insan həyatda heç kimdir. İnsan özünün düşüncəsi olar, öz beyni olar, öz beyni ilə hərəkət edir. Siz beyinsiz adamlarsınız ki, ağzınız gələni, nəsə artıq əsli yaza bilərsiniz. O da ki, yəni onu 2 addım ata bilmərsiniz mənə tərəfə də, yəni. Buna görə də ağıllı olun, öz işinizlə məşğul olun. Sən də gör necəyəm? Belə də ki, Çingizi bəyənməyənlər də varsa, bir dənə otursun, özünü Çingizin yerinə qoysun. Siz nə bilirsiniz Çingiz xərçəng xəstəliyinə tutulub, sağalıb, pəhlivan olub, ölkənin bir dövrəsi çevrilən adamdır. Siz onu bilirsiniz. Bəli. Adam xərçəng olub. Xərçəngin dərmanını mən bilirəm. Gəlin sizi müalicə edeyim. Həkim. Çingizin həyatına 1 il ömür qoymuşdu. Yadıma gəlir, demişdi 1 il yaşasın böyük. 1 il. 1 il yox, nə 1 il, 6 ay. And olsun şərəfimə deyirəm ha, and olsun qeyrətimə. Yəni bu mırtı 6 ay. 6 ay ömür qoymuşlar Çingizə. İndi Çingizin yerində olmaq istəyən minlərlə insan var. Bəsdirində boş-boş. İndi Roş, bax, direktim dağılacaq mənim. Direktim dağılacaq. Hamı yazacaq, qardaş, nə dərman atdın, necə elədin, nətər elədin. Sən mənim bu ölkədə o xərçə çəkimi eləyəcəksin, nə axırda? Sən bomba takip atın qardaşlar. Atanlar da sağ olsun, var olsun. Əgər Elmin istəsə yarışmaq, mənim baş sponsorum biz ona deyəcəm, Narmanlı pul qoyacaq ortaya. Mənə yazsın direktə. Sağ olsun, Roş. İndi direkt dağılacaq.
5000 qoyuram. Sən qardaş, Vay necə şərəf. eləyirlər, Sən nətər eləyirlər? azdı uduzur. Hamınız qayda aparın, bax hamınız qayda aparın. 200-dən çox adam var da paylaşın. Bax buradan səslənirəm. Əgər Elmin Çingiz Pəhlivanla yarışmağı qəbul eləsə, 5000 Bizon tərəfindən mükafat qoydurmağa mən hazıram. 5000 Mən Liboy vremi hazıram. qutardı getdi. Başqa Tək söz elmin yazın. yox ha, Roş qulaq as mənə. Mən tək elmin demirəm. Liboy pəhlivanla yarışıram. Amma mənə gəlib deməsinlər Vermişəm, ki, sən modsan. 3 dənə hərəkət eləyəcəm. 3 hərəkətdə sən hazırla. O sözü mənə deməsinlər. Bacardığı qədər nə qədər çox hərəkət verə bilir, versin. Çox danışdı. Yəni mən əlimə 3 dənə, 4 dənə hərəkət alıb gələn deyiləm. Ha mən neçə ildir məşq eləm qaqaş, mənim qeyri-adi hərəkətlərim çoxdur. Pəhlivan 5 nə min deyilir? ya, 5 min. Qeyri-adi, yox 5 dənə yox. Qeyri-adi güc hərəkəti eləyənə deyilir pəhlivan. Qutardı Mən getdi. takip atdım Roş. Mənə oradan da gəlib deməsinlər ki, ştanq qaldır. Mən yəni ştanq qaldıran deyiləm. Mən qaldıracam ştanqı başqa cürə. Hə. Yox, Qeyri-adi güc hərəkətindən, pəhlivanlıqdan söhbət gedir. Ha, Roşiyen də deyirəm. Ya da mənə gəl deməsinlər ki, yox bu hərəkəti mənə vermə ki, bu hərəkət mən eləyə bilməyəcəm. Mən kimsənsə arzular, diləklər verişi də deyil ha, Roş. Mən qaqaş nə bildiyim hərəkəti verəcəm, elə bunu. Çox. Bir dənə buradan yek söz deyirəm və çıxacam indi canlıdan. İstəyir kim olur olsun. Sənin o armaturun var idi. Bildin də nə edirəm. Burada çox deməyəcəm, ayılmasınlar. Sənin o armaturu əysinlər, 1000 manat verirəm. Ha, o 10.000 qoymuşdu, ne onu deyirsən? Ha. Onu nədə armaturu rədd elə vay nə? Hə də hə, eləsinlər onu. Hə, doğrudan hə, davay. 10.000 demir, 10.000 də veririk. Hə, Quran haqqı armatur əmirlər, amma videoda mən də düşməliyəm ha. O əyə bilməsəm mən əyəcəm, özü video çəkilməli. Əyə bilməsə elə şey yoxdur, ay videonu kəsmə, videonu internetə buraxma, elə şey yoxdur. Ya. O uşaq oyuncağı deyil, o boyda şirkət pul qoyacaq ortaya. Mən Bizonla xahiş eləyəcəm, oradan danışacağım, o boyda işlər olacaq. Elə şey olar qardaşım. Cəmaət pulu qulağına 10.000 pulu kim dədəsinə borcludur ki? Normal. Razıyam. Çünki bilsən nə görə Roş, özün bilsən də onun adamlar oldu, gəldilər, dedilər ki, çəkmə məni, Padbratskiyayım, elə şey yoxdur. Əlvə aldınsa armaturu videoya gedəcək çəkdir. Padbratski oturaq, yeyək, içək, kofe içək, dərdləşək, nə bilim, məşq eləyək, neyək, amma Padbratski qarşı oyun olmur da, oyunda bir nəfər udur, bir nəfər uduzur. Roş, bir də bir söz deyim, babı canlıda olmuşsan deyim, mənim adımdan qardaş, rayon məktəblərində biletlər satılır. Deyirlər ki, məsəl üçün, filan məktəbə Çingiz Pəhlivan gələcək, mənim adımdan bilet satırlar, başqa pəhlivan gedir, çıxış eləyir orada. Xahiş edirəm, bab, ay millət, mən Azərbaycanda heç bir məktəblərdə çıxış eləmirəm. Mənim adımdan Bəlkə onu yaradaq, qaqa. Gedək məktəblərdə. Mənə də mesaj gəlmiş ki, Ümumən Çingiz Pəhlivan məktəbə gələcək, dedim biz elə məktəbə gələn deyilik, yalan söhbətdir. Yəni mən indidən deyirəm, mənim adımdan xahiş edirəm, mən bilsəm, mən çox başdan xərab adamam. Bilsəm mənim adımdan hansı məktəbə, hansı pəhlivan şeyli bu həmin pəhlivan arasında video çəkib biabır eləyəcəm həmin adamı. Qardaş, gedin öz adınızdan bilet satın. Mənim adımdan niyə bilet satırsınız? Sabah uşaqlar da mənə yazırlar, direkt dağılır. Bura Çingiz Pəhlivan, biz bilet aldıq, niyə gəlmədin? Mənim adım var, Salah, mənim adım var, bu deyiləm. Birinci insandan danışmağı öyrən. Bu cansız əşyadirlər. Heç olmasa bu şəxsdirlə. Azərbaycan qrammatikasını sındırmayın, xahiş edirəm. Heç olmasa məktəbə dərs öyrənin. Kiməsə fikir... Əlindəki nədir qaqa, soruşmaq ayıb olmasın? Uşaq, qızımın oyuncağı. Hə, elə bildim nəsə kofta ilə patsvetdi, nəsə elə bildim. Qızımın oyuncağıdır. Hə. Allah bütün balaları Elə saxlasın. bil evimizdə sakitçilikdir, evdə işim yoxdur, Allah tək. sağlık. Yo, qızım. Bas. Yoxsa qaqa, ev biraz böyükdür, səs ceyib çatmır yuxarı. Hə. Yo, belə sən retk olur, belənçinə canını açıb kişilənirsən, ona görə dedim bəlkə heç kim yoxdur, ona görə sakitcənə belə. Bu deyil qardaşım, mənim adım var. Müraciəti düzgün elə əvvəl, sonra danış. Mənim adım var, adım Rövşəndir. Adımı demirsənsə, heç olmasa təxəllüsümü dinə, Roş dinə. Roş Life. Yox, yetim, mən şeydir, Çingiz. Hə. Qardaşım, səni öpürəm. Bağrıma basıram. Bəlkə Roş bir dənə belə giriş üçün belə bir video çəkək. Gəlin Bakıya, Targoviyaya girək.
Qaqa, mən bir dənə hərəkət göstərim. Kim onu eləsə pul verə, 1000 manat pul mükafatı verək. Gəl qızım, gəl. O qədər dedim qızım axırı özün ağladı. Gəl, hada sana. Da səsin tutub bütün evi yuxarını. Gəl bura, gəl. Allah saxlasın, bura. Allah bütün balalarsın. Amin. Atalan alıb büyüsün. Ay maşallah. Maşallah, maşallah. Allah sağlasın. Ya, Roş əvvəlki Roş deyir, bu kişidir, başa düşdün? Bu ailə başçısıdır. Onya. Onya. Danışa bilmirəm. Roş, mən ölüm. O nədir gördü? O qaz yumurtasını vermirsən o arvada, içsizdirirsən, bildi mi? Allah'a and olsun ona bir neçə tarif versəydin, qabığını da yerdi o arvadakı. Hamımıza yerin 34'dü. Bəli, sağ ol. Manya. Mən uşaq dilində biləm də, Burat. Bax. Manya. Gülür ya. Danışır bize. Sen kız danış. Manya. Utanır öyle diyordu. Wismesi mo, sisi manya. Onya. Niye? Saçına başlama püskürtleri yerinden durur. Yəni bu səsə gəlir. Sen bu dilin başa düşürsən deyəsən. Mən uşaq dilində təmiz başa düşürəm də, Burat. Mən heyvanların da dilini bilirəm. Bir tane danış kızımla bunun dilinde. Bilsən nə dedim ona? Sən mənə de, söz mən ona deyim, başa salım uşaq dilində, Roş. Nə demək istəyirsən uşağa, deyim. Dinən ki atağı ne kadar sevirsən. Adı nədir? Süel? Ha. Süel. Ay Süel. Ay benim. Eşitmədi. Süel. Ay benim. Çünki yazıblar ki, o uşaq dili deyil, Kütay dilidir. Ya uşaq dedim. Bizim uşaq dünəmdən nəyə istəyir, başa düşmürəm. Gətirim göndərdi. Sağ ol diye Ay hamıya. yolla Əmək gəlsin sağ ol uşaqları diye. yığıb dil keçsin.